Güzel muğamlar ifa edir. Geldim ile ki çıktı rahatıca meydanına. Düşler bana hayalıma. Hoşuma geldi, ben de hoşuma geldi. Çok da azdı sizce? Yo azdı. Yo azdı. Şəxsən misal biz nətərdi, sizi qurban olum, mahnı biz nətərdi. Ömrünü cavabın benim ömrüme, özünü ben kadar sevmedin ama. Özün öz canından pay verdin bana, ruhumda sen varsın. Ölmedin ama. Sənə könül gözümlə, görən gözümlə baxdım. Axdım sonu bitməyən, çeşmi gözümlə axdım. Mənə qadət odumla, yalan haramı yaxdım. Mən gülə çiçək deyən, haqqı sevən dərvişəm. Demirəm ki aydır gündür, başımızın gül tacıdır. Axı havayı değildi, döst qardaşa bir bacıdır. Öz imzalarıyla, öz dəstə xətti ilə Azərbaycan incəsənətində dəyəri olan, özəl yeri olan bəstəkar Rauf Məmmədov. Xoş gördük, xoş gəlmisiniz. Hoş geldiniz Rauf müəllim. Bəli, əziz tamaşaçılarımız və gözəl xanım müğənni qonağımız var. Gözəl sənətçi Hüsniyə xanım İsmayıllı. Hoş gəlmisiniz Hüsniyə xanım. Biz çox şadıq ki, sizin kimi dəyərli qonaqlar bizim verilişimizdədir bu günlərin. Və hər bir verilişin, hər bir məclisin baş tutmasında mütləq bir qayə var, səbəb var. Və ayrı-ayrılıqda verilişimiz Səb Show adlanır və bugünkü verilişimizin qayəsi ondan ibarətdir ki, bizim dəyərli qonaqlarımızın öz sənəti haqqında, öz dillərindən xalqımıza, cəmiyyətimizə məlumatlar alaq. Bizim Azərbaycan muğamına, Azərbaycan incəsənətinin, musiqi sənətinin, muğam sənətinin dəyərli muğam ifaçılığına hər bir zaman dəyərimiz var, sevgimiz var, sayğımız var və bu sahədə olan insanlara da o cümlədir. Deyiləndə ki, Hüsniyə xanım İsmayıllı gözəl muğamlar ifa edir və onun səslərini biz dinlədik. Və təbii ki, böyük bir sevinclə, böyük bir fəxarət hissi ilə istədik ki, siz bizim qonağımız olasınız. Rauf Məmmədov isə təbii ki, əslində biz yaşımız ona imkan vermir ki, Rauf Məmmədov haqqında danışaq. Rauf Məmmədov belə deyək, mahnılarıyla, bəstələriylə böyüdüyümüz, boya başa çatdığımız, musiqi sahəsində tərbiyələndiyimiz və əsl musiqinin, əsl sənətin, istər sevgi mövzusunda, istər vətənpərvərlik mövzusunda yazdığı gözəl sənət əsərləri olan bir insandır, şəxsiyyətdir və Azərbaycançılığımızı, Azərbaycanımızı, incəsənətimizi saf əqidə ilə, vicdanla tərənnüm eləyən öz mahnılarında bir sənətkardır və biz istədik ki, bu iki şəxsiyyətlə yaxından tanış olaq. Ona görə də biz istəyirik ki,
İlk öncə Rauf müəllim bir balaca da olsa heç olmasa Bir dənə özü haqqında bizə fikirlərini bildirsin. Əziz tamaşaçılarımız, Rauf müəllim haqqında da bir kəlmə demək istəyirəm. Rauf müəllim Azərbaycan xalqımızın ən çox sevdiyi mahnılardan Yaşa mənim xalqım, Anam mənim, Qalmaz belə dünya, Niyə yox deyirsən, Ağlama sevda, Peşman olarsan və s. İlk mahnılarında xalqımızın xalq artisti, sevilən sənətkarı Zeynəb xanım Xanlarova oxuyub. Salamlayıram. Bizə baxan hər kəsi, dünya Azərbaycanlılarını, bizi seyr edənləri, nə qədər türklər, Azərbaycanlılarımız var, hər kəsin. Yəni mən misal üçün Azərbaycanlı deyəndə mən türkləri Azərbaycanlardan ayırmıram. Bu da mənim xarakterimdədir. Yəni mənim içimdən gələn bir söz, yəni xoşa gəlmək üçün demirəm. Çünki ayıra bilmirəm. Ona görə hər kəs salamlayıram burada. Bütün müsəlman əhlini salamlayıram. Bir anda ki bizə seyr edirlər. Mən də çox istəyirəm və belə Yasımə xanıma, sizə, mənim əzizlərim, uğurlar arzulayıram. Belə bir missiyanı boynunuza götürmürsünüz və bu bilirsiniz bəzən televiziya açmaq, yəni populyarlıq falan o ayrı bir şeydir. Yəni bir yerdə ki sən o kommersiya məsələsi var da, bir kommersiya güdmək ayrı şeydir. Amma bir də var ki sən hansısa bir missiyanı yerinə yetirirsən, bu xeyirxah bir missiyandır, özəki xeyirxahlıq bir əməlidir. Və bunu sən istəyirsən ki öz xalqının, incə sənətini, xalqının nümayəndələrini, belə deyək ki, bəzən elə olur ki, kölgədə qalmışlar. Yəni, kölgədə qalmış, onlar istedadlıdır. Onu çıxardıb efirə verirsiniz və dünyaya tanıdırsınız. Bu böyük savab işdir. Üstüz hər bir işdə savabçılıq olmalıdır. Əgər işin ancaq hələ bir tərəfini götürürsən ki, bu da yaxşı şeydir, qazanc da eləmək lazımdır. Amma bir var ki, ancaq qazanc, onda artıq sənətkarlıq, sənətə qiymət. O kölgədə yanı biz ikinci hissəyə keçəndə ki, onda da deyir, səhv düşür yerimiz, çox bir abırçılıq olur. Və mən arzu elərdim ki, sizin bu başlandığınız, yəni ki, artıq neçə vaxt fəaliyyət göstərirsiniz? 2 ay. 2 ay. 2 ay nədir ki? Hələ sizi qabaqda elə gözəl günlər, elə gözəl işlər gözləyir ki, Çox sağ olun. siz onda siz görəcəksiniz ki, bax bu 2 ay, sadəcə tutaraq ki, 5 aydan sonra siz başlayacaqsınız fəaliyyət, daha geniş. 3 ay keçəndən sonra birinci gündən vay, nə qədər bizə qusurumuz olub. Və yaxud sonra o birinci keçəndən sonra ikinci ildə cavab bilinməm nə. Yəni siz bunu dərk eləmək lazımdır. Ona görə də ən əsası odur ki, mən sizə uğurlar arzulayıram. İşinizdə, peşənizdə möhkəm olun. Mən istədim ki, siz bu illər ərzində neçə ildir ümumiyyətlə Gəlməkdən danışın. baxmaq Maraqlı olacaq, bunu istəyirəm. Bəli. Rauf müəllim ürəyimiz Bu sənəti uşaq vaxtında sevmişəm. Yəni mahnı yazmaq bilməz. Ümumiyyətlə mənim o musiqiyə həvəsim, marağım olub Zeynəb xanım. Uşaqlıqda mən onun mahnılarını əzbər bilirdim. Bu günləri bax oturanda sən söhbət eləndə oyna. Köynə, nə bilim 50 il bundan sonra mənim 58 yaşım var. Bunu mən bir 10 ilini dərk eləməyim də. Acı yerdə qalandan axı mən görmüşəm də, yəni bunu nə qədər görürsən. Və mənim üçün həmişə bu əsərlər, mahnılar əzbər bilir ki, hərdən deyirəm ki, filan mahnı bilir. Amma mən bunu neçə illər oxumam, hardan yadımda qaldı. Deyirəm ki, bax bilirsiniz nətərdir, o bir beyində, uşaq beyni həmişə yaxşı qalır. Ona görə də həmişə çalışır uşaqlarını nə öyrətdilər, həm uşaq vaxtında, yəni yetmən vaxtına qədər öyrətdilər. Sonra artıq gec olur. Mənim sanırım o vaxt 67-ci il idi. Mənim 67-ci nə qədər oldu? 50 il var. 40 il. 50 il. İnşallah. Aydan gün hamakta kalmışım. 50 il. Yəni falan bir şey. 50 il bundan qabaq mənim gəlini aldılar, belamız. Ancaq musiqi məktəbinə qoymurlar. Çünki mənim atam, biz dağlıyıq, dağların xasiyyəti biraz ağırdır. Onlar səhət edəcəksə, biraz tələffüzü ki, bu musiqi sahəsində biraz belə çətin baxırlar. Özü bir uşaq olsa, evdə ailədə çox çətin olur. Ona görə mənim şey deyirəm ki, bir uşaqlar
ataların işləri çox çətin, çünki ata ilə razılaşmır. Ata həmişə özünün dublikatını yaratmaq. Onu ki, alıb bırakır. Ondan uşaq da qalır, avara gedir. Mən üçün musiqi məktəbinə qoymadan gəlin aldılar. O bir barmaqla mən saçımını öyrəndim. Nəhayət boş başımızı ağratmıram, özüm öyrəndim. Heç kəs öyrənmirəm. Axı həvəs vardı. Bir üzrətəli həvəs bir bağlıdır da. Bu o artıq özü üçün bir yer tapıb çıxacaq. Bir bulaqdır da, nə qədər gözünü baxırsan, o çıxır, yol açır, özünə çıxır. Mənə də gəldi, aləm belə gəldi ki, mən getdim. Getdim ki, belə bir çıxır. İstəmədim bir sənətədir, jurnalistikanı sevməmişəm. Amma getdim. Çünki elə bir alternativ yollar var ki, mən istədiyim, mən ailəm razı olmadan. Bu, elə bir ki, ortada bir şey oldu. İkisinin arasında. Gəldim, yəni, universitet təhsili illərində o ansamblin kollektivi ilə çıxdım. Gözəl ansamblin var. Orada artıq mən başladım öz mahnılarımı oxumağa. Başladım yazmağa. Orta məktəbdə yazmışdım. Böyle qaldım məktəbə. Amma sonra da belə mən ilk mahnımı oxumuşdum. Misal, o vaxt rəhmətli Famil Mehdinin professor mənə dərs deyirdi universitetdə. Onun bir kitabı çıxmışdı, qəşəng kitabı. Oradan belə baxdım, deyirlər ki, bir veriliş hazırlanacaq. Mən dedim, bir daha mahnı yazım onu sözlərlə. Bu da 4 qardaşın bir bacısı vardı. Demirəm ki, aydır gündür, başımızın gül tacıdır. Axı havayı deyildi, döz qardaşa bir bacıdır. Qardaş bacı hamısı bir, nə şirini nə acısı, ancaq daha çox şirindir, 4 qardaşın bir bacısı. Qardaş bacı hamısı bir, nə şirini nə acısı, ancaq daha çox şirindir, 4 qardaşın bir bacısı. Bu mahnı oxundu, getdi ev. Maşallah gününüz olsun. Belə oldu ki, tanındı. Mən birdən orada səhv elədim ki, gərək o lenti saxlayaydım. Çox vaxtda biraz belə bir yoxu da. Düz mən xalam orada işləyirdi, ona deyə bilərdim. Nəysə, belə getdi, sonradan başladım yəni yeni mahnılar filan. Çox sağ olun. Daha sonra Davam edərik. Hüsnə xanım, sizdən Çox gözəl. Gözəl bir muğam istəyirik. Çox təşəkkür edirəm. Sizin kollektivə uğurlar arzulayıram. Bütün ekran qarşısında oturan dinləyicilərimizi salamlayıram. Uzun ömürlü olsun verilişiniz. Gözəl verilişləriniz var maşallah. Rauf müəllimi salamlayıram. Onun gözəl mahnılarla böyümüşük. Musiqiçi muğamla başlasaq daha gözəl olar. Buyurun, biz də Buyurun, biz sizi dinləmək istəyirik. Gönlüm kuşun ya ya, dana çalma ya ya, sensiz bir an Azerbaycan. Gönlüm kuşun dana çalma, sensiz bir an Azerbaycan. Hoş günlerin geçmez bir an hayalımdan Azerbaycan. Doğulub dünyaya, gəldim elə ki, çıxdı rahatlığın əlbərinə. Gecələr yatmayıb laylamı dedim, of suzu duymadım, dilimdən anım. 9 ay vətnində bəslədin məni, mən sənə nə etdim bilmirəm ana. İndi göz yaşlarım süzür yanağa, yanaqda quruyur silmirəm ana.
uşaqkən qədrini bilirdim səni. Öpməzdim ağarmış. İndi can üstəsən, nə mənası var? Yüz kere öpsən də qəlbinə toxundum, yenə can dedim. Qəlbinə toxundum, yenə can dedim. Bir ömür xətrimə dəymədin ana. Halal zəhmətinlə böyütdün məni, heç kimə sən boyun əymədin ana. Azadlığın mənə məlhəm, azadlığın bizə məlhəm, sənə dərman Azərbaycan. Azadlığın bizə məlhəm, sənə dərman Azərbaycan. Ey, dur ayağa, dur ayağa, ya azad ol, ya tamam ya Azərbaycan. Azərbaycan, Çox sağ olun, eşq olsun, teşekkürler Hüsniye Hanım. Əsr sənətin gözəlliyi onun təbiiliyindədir. Buyurun, Burak Bey, məsələ demək Siz istəyirsiniz. həmişə bir o nə qədər net yazıları, bizim o flaşkadan çıxır, oradan disklərdə. Onlar nə qədər gözəl olsalar da, amma canlı ifadenin yerini vermir. Çünki orada təbiilik var. Tabii ki, biz sünilik öldürdü də bizi. Nə qədər adam süni. Mesela bu günləri mən o xarici ölkələrə baxanda görürəm ki, onlar bizdən artıq dərəcədə onlar daha o təbiiliyə, canlı ifadəyə çox yer verirlər. Mənim yadıma gəlir, biz gözümüzü açmışıq, o fonogram biz görməmişdik. Yəni mən uşaq vaxtında bütün müğənnilərin hər birinin həftədə bir günü var idi. İki həftədən bir gündən bir ayda bir dəfə onlar canlı hesabat kimi oxuyurdular. Yəni bu bir yaxşı bir əməl idi, yaxşı. Yəni ansambl kollektivlər vardı o vaxt. Hər bir kollektivin özünün günü var idi. Biz o günləri gözləyirik, bugün də Təranə Gəncik ansamblı olacaq. Sonra bir vardı, Lalə Qızan ansamblı, sonra və yaxud obursa ansambllarla, xalq çalıyor. Rauf müəllim, sözünüzü balla kəsirəm, yeri gəldi çünki. Bu keçmişdən danışdınız, yaxın, uzaq keçmişdən danışdınız və mənim şəxsən sarı zilmə toxundunuz. Çünki mənim də yaşımın bir hissəsini Sovet dövründə yaşadım. Amma nə yaxşı ki yaşadım. Demirəm niyə yaşadım, nə yaxşı ki yaşadım. Çünki o dövrün ideologiyası mənim düşüncəmcə o ideologiyanın içərisində bir tərəfdən Azərbaycançılığa zərbə var idisə də bir tərəfdən insanlığın düzgün, normal tərbiyələnməsinə xidmət edirdi. O dövrün cəmiyyəti daha tərbiyəlidirlər. Görəndə, danışanda, ağzını açanda üzündə pərdə olsun, üzün görmək biləcəksən bu Sovet adamıdır, Sovet dövründə yaşayıb, yoxsa ilki dövründə yaşayıb, dərhal biləcəksən. Mütaliəsi var idi axı. Bəli. Mütaliəsi var. Yəni birdən-birə o Sovet dövründən danışanda o dönəmdən o birdən-birə kökündən kəsib atmaq olmaz. Bu yaman yara da oldu. Bəli, bizim o ürəyimizə yara vurduğu əməllər də olub. Amma bunun kökündən təhsilini mən nə tərb istəyə bilərdim. Düzdür, xarici ölkələrdə qəbul olunmurdu. Amma bizim heç olmasa hər bir tərəfdən biz multi görmüşük. Biz mono olmamışıq. Bizdə tək misal üçün mən xarici ölkələrdə ədəbiyyatını oxumuşdum. Ən azından bilirdim hansı ölkənin paytaxtı haradır. Amma gedin xarici ölkələrdən sən bilmən soruşkən ki filan ölkə, yəni bunlar bilməyəcəyim. MDB-dən o tərəfi tanımırlar. Bəli, üzrə. Üzün sağ olsun. Yəni mənim deməyim oydu ki, o dövrlə gəlin bu dövrü
sizin peşəniz və peşəkarlığınız buna sizə imkan verir ki, deyəsiz bu haqda danışasınız. Gəlin müqayisə edək. Yəni mən özümü heç vaxt bəstəkar aldandırmamışam. Çünki yəni Üzeyir Hacıbəyev bundan başlayaq. Allah qəni-qəni rəhmət eləsin. Nə yaxşı ki Üzeyir bəy olub bizim musiqimizdə. Təbii ki. Nə yaxşı ki olub. Və mən bu günləri Azərbaycanlı olmağım əsas yox. Musiqimizə görə daha çox fəxr edirəm. Çünki bizim musiqimizə xas olan o şirinlik, o lad heç bir ölkədə yoxdur. Heç bir xalqın, heç bir düzdür. Şərq musiqisinin bir qoluyuq bizdə, düzdür. Amma bizim özümüzə məxsusluğumuz var. Yəni bizim 6-8 mərdə mən deyirəm, bəzən onu belə bozbaş adlandırırlar. Yəni bozbaş ancaq mənim çox sevdiyim yemək də olsa, çox istəyirəm və xoşum gəlmir ki, onu nəyəsə pis şeyə bənzətsinlər. Düzgün. Ancaq yemək onu pis şeyə bozbaş deyirlər. Yox, elə söhbət ola bilməz, amma həmin o bəyənmədiləri bozbaş ritmləri 6-8. O 6-8 ritmi ancaq bizdədir. Bir gün mənə deyirlər ki, Türkiyədə sizin ritminiz axsaqdır. Onda niyə axsaqdır? Elə türklər bizdən götürür. Bizim dilim ritmimizin saat kimidir və sizdə oynayan adam daldala oynamaq istəyir. İstəyirsən ki, belə geriyə Bilmirsən necə oynayasın. Qabağa girə bilmirsən. Bizdə gelirdim cəngavər kimi adamı xoş gəlir. Necə elə? Dıppa, indi bizimkilər keçib həmin mahnılara. Yaxşıdır, bir sətərdir, bax, özbək ritmidir. Özbək tabi. Xoşum gəlir özbəklərin öz ifasında və özbək musiqisinin böyük hörmətim var. Amma mən öz Azərbaycan mahnım ki var, onun özbək ritmi, bir gün o niyə yox deyirsən, eləncə deyir, denən yox, niyə deyir, elə eləmir. Adam qaldalı oynamaq istəyir, eləncə şey olur. Bir kimi saat kimi yaxşı ritmimiz var, oynayırız. Siz həqiqətən də yaxşı siyasətçisiniz, sözdən elə yayınırsınız ki. Bayaqdan bir sualış daha vermişim, hələ cavabını ala bilmişim. Deyirəm, o vaxtki dövrdə, sadəcə biz hansı bəstəkarları, mahnılarını bölmüşük. Zəhər Üstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mişli, Oktay Kazımov, Hacı Xan Məmmədov, Şəfqi Axundova, Elza İbrahimova, sonra yavaş-yavaş gəlir bu tərəfə, Eldar Mansurov var, Tahir Əkbərov var, Faiq Sücəddinov var, elə Cavanşir Quliyev özü, yəni ki, bunları eşitmişik. Ancaq əsas o klasik bəstəkarları mən, yəni o Ələkbər Tağıyevin özü, Şahid Əbdülkərimov, sonra bax, bu gün Rauf Məmmədov. ancaq bu günləri şəxsən yaxşı mahnı yazanı mən deyirəm yaxşıdır. Xoşuma gəlir, mən də xoşuma gəlir. Çoxdur, azdır sizcə? Yox, azdır. Şəxsən misal, biz nətərdir, sizə qurban olun, mahnı biz nətərdir. Bu mahnı, mən bugün mahnı yazacağım, oturub qabağıma şərt qoy, məqsəd qoyanda. O alınmır, onu yaza bilmirsən. Bu gerək gəlməlidir. Mən bu günləri şeir yazacağım. Necə bu konverdir, mən bu günləri 10 ton, 10 kilo pambıq yığmalıyam. Və yaxud gedəcəyim mən 10 dənə kubiki bir-birinə, kərpici qoyacağım bir-birinin üstünə. Bu ayrı şeydir. Sənətdə konver sulu olmaz. Bu adama gəlir. Allah vergisidir də. Bir də görürsən, necə bu istedaddır da. Bir də görürsən ki, misalcı bir gözəl bir şeir verilir sənə. O şeirə baxırsan, ilham alırsan. Ancaq bu günləri əksinədir. Mahnılar necə yazılır? Sözlər oturur. Yazıq şair də ölür ki, mən bunu neyiniyim? Təsəvvür elə ki, şair də əvvəli 3 gəlməlidir, 3 hecağı, sonrası 4 hecağı, mütləq 7'li idi. Ancaq biri var ki, hər bir, şəxsən mən misal üçün, onun əleyhiniyəm. Yaxşı şeir olanda ona baxırsan, ilham alırsan. Mən misal qalmaz belə dünyanı mən elə yazmışam. Ümumiyyətlə bütün mahnılarımı elə yazmışam. Bir də görürsən ki, şeir ola bilirsin ki, bir də mən həm də, sən o söz əhli olduğu üçün, bağışda sən deyirəm, oğlum yerindəsən. Bəzən bir də görürsən ki, 5-6 bəndlik bir şeirdir. Orada bir söz səni tutur. O sözə mahnı yazmaq lazım. Ona yazmaq. Nəfsislər olsun, bu günləri kim nə bacarı əcə verir, özü bilər, amma o keyfiyyət, həm də mən bir şey həmişə deyirəm ki, mahnıya 3 aylıq qiymət verilmir. Mahnı 5 ildən sonra, əgər o mahnı oxunursa, o mahnı. Əgər oxunmursa,
O deməli mahnı deyil. Var bu ünlüyə Nailə xanım yazır, Nailə Məmmədli, Aygün Səməzadə yazır, mahnılar var. Bir sənətərdir, bugünkü bəstəkarlar, o təzə çıxanlar, kim 30 yaşı var, mənə onlara aid eləmə olmaz. İndi bu günləri mən də yaşayıram, sonra demək ki, misal mən indi bugünkülərlə bunlardan geri qalmıram, yəni ki, Mən də elə onu demək istəməzdim ki, yəni ki, mən belə əldən düşmüş, Allah adamı o günə qoymasın. Ancaq mahnı janrına gələndə, indi Allah qoysa, mən də istərdim ki, bugün yazan o cavan uşaqlar ki, mahnı yazıblar, onların mahnıları 5 ildən sonra oxunsun. Qalmaz belə günə 91-ci ilin məhsuludur. Yaşa mənim xalqım həmçin. Amma 86-cı ildə xoş gördük əzizlərim vardı. Neçə ildə o bədən, hər məndən bir qızıl gül, Azərbaycan deyəndə, odlanıb yandı könül. Xoş gördü əzizlərim, sizi gördü gözlərim, dünyanın xoşbəxtiyəm, mənim əzizlərim. Orada bir şey var. Adı yollar dolaşır, vətəndir ona yuva, sizi salamlayım, Zeynəb xanlar. Bu belə yazılmışdı. Yəni bu konsertin açılışıydı. Heç olsun. Sonra 91-ci ildə o Yaşa mənim xalqımı, Allah rəhmət eləsin, bizim gözəl şairimiz vardı, Ziver xanım Ağayevaya, ona biz sifariş verdik, o balbanka dedik, onu elədik. Zeynəb xanım da bunu çox gözəl ifa edib və bu günləri balaca vaxt öyrək, 26 ildir bu mahnı oxunur. Və məndən mahnı oxumayanlar da həmin mahnı oxuyur və mahnı gedir. Və hələ mənim başıma bir iş də gəlib, yürü gələndə o Ağlama Sevda mahnısı ya. Onu siz mərcə gəlib deyə bilərsiniz, bunu yazan Azərbaycanlıdır. Bu mənim mahnımdır, mən o vaxt gəlib alladıblar. O vaxt 90-cı ildə Əsəd Təkdal. Ancaq yine görünün kimlər oxuyub. Azərbaycanlı bir adam barmağını büksün ki, Zəki Müren onun mahnısını oxuyub. Biraz indi pis çıxdı, böyük çıxdı. Yox, yaxşı çıxdı. Haqqınızdır, deməlisin. Yəni ki, Mən yerindəcə bir sual vermək istəyirəm, Rauf müəllim. Gözəl qeyd elədiniz hər bir şey. Mən istəyirəm ki, bizim Hüsniyə xanım mikrofonu götürsün və istəyərdim biləm ki, onun repertuarında sizin mahnılarınızdan varmı? İfa etmişsizmi? Rauf mənim mahnıları hamının dilində əzbərdir. Balaca kiçik uşaqdan tutmuş hamının. Yəni elədir ki, artıq onlar bizim necə deyim, o mahnıları özünü şəxsən tanımasaq da elə bilir ki, o mahnılar bizim həmişə yaddaşımızda qalan mahnılardır. Düzdür, mən onları yazdırmamışam. Bax, boynuma alıram. O mahnıları oxumuşam, məclislərdə, tədbirlərdə oxumuşam, amma yazdırmamışam da, yəni özümcə mən mahnılarımı çoxunu yazdıram. Önemli deyil, əsas o repertuarınızda olub da. Bəli, əlbəttə ki, olmaya bilərəm, Ağlama Sevdam. Bəlkə elə yerindəcə alaq. Bir dəqiqə, Rauf mən söhbət edir, mən də görürəm ki, istəyirəm nəsə danışam, yəni, mənə də bəzi suallar bilirsiniz. Yəni, Rauf mən danışdırır insanı. Rauf mən deyir, biz çox köhnəlməmişik falan, düz deyir, əslində biz indi sizin yaşda deyilik də, yəni sizin bugün zəmaniyə görə sizin sözünüz var. Müəllimə 40 yaş ancaq vermək olar. Rauf mənim deyir, bugün sabah... Bəstəkarlar ümumiyyətlə, musiqçilər cavan qalırlar, onların qəlbi həmişə, ruhları cavan olur. Tək ki belə olsun. Yəni bizim artıq xatirimizdə Sovet devrindən qalan insanlar, mahnılar bir başqadır. Lap bunu qətiyyən danmaq olmaz. Biz artıq o bizim arxivimizdir, sanki o bəstəkarlarımızın, indi Allah hamısına rəhmət eləsin, dünyadan köçüb gedən bəstəkarlarımız olub, gözəl bəstəkarlarımız olub, gözəl mahnılar olub. Yəni onlar bu günlərim indi yeniləri əvəz olunur. Yəni yenilərin də yeni yaradıcılar, nətərdir, yaradıcılıq mövzusunda yanaşan müğənnilər var, ifaçılar var, ifa eləyirlər də. Yəni biz onlara deyib dolaşanlarıq, çünki zamanə belə tələb edir. Ancaq bizim səsimizdə, özümüzdə, oxunuşlarımızda biraz necə deyim? Mən deməzdim Hüsniyə xanım, zamana belə tələb eləmir. Folklora dönüb artıq. Biz özümüz çox əfsuslar olsun ki, biz özümüzü çox zaman sevməyən millətik. Bəli, biz özümüzü sevmirik, əzizlərim. Qoy buna görə məni kim varsa qınasın, amma mən bunu deyəcəm.
biz özümüzü, öz milliliyimizi, öz mentallığımızı, öz musiqimizi, özümüzküləri sevmirik. Biz başqalarınkiləri daha çox sevirik. Bax, bizim bədbəxtçiliyimiz bundadır. Bəli. Elə ona görə də bizim bugünkü incəsənətimiz axsıyır çox zaman. Çox əfsus. Mənim balam çox yaxşı toxundun. Birisi biz özümüzün əlimizdə olandan istifadə edib onu inkişaf eləyə bilmirik. Çünki tənbəlik. Tənbəlik Arada qaçırıq. Yox, ondan başqa da, o da var. Bir də bilsən nə, biz xoşumuz gəlir ki, xaricdə belə bir şey. Bu onunki deyil. Bu onundur. Balam, mənim muğamım var, mənim ağlı başlı musiqim var. O bir şeylər mənim çatmır, son vaxtlar bu üstələ acılarını gəlsin, gəlmir özləri bilərlər. Bu mahnılarda o takt arxası var, zatak deyirsiniz də. Təzə şey çıxır. O gəyirmə kimi, üzr istəyirəm. Bununla da ağlı başı mahnını oxuyur, gec girir. Sonra da o qədər öldürür özün ki, gəlsə ora çatım, onu da öldü də. Başa salım ay uşaqlar. Bu biz oxuyanları inci məsələ, mən misal üçün indi artıq mənim də vaxtımdır, mən də deməliyəm bunlara bir şey. Bəli. Mən deməyim, o deməsin. Bu günləri fortepiano oxumaq yoxdur. Hamısı öz səsini göstər. Səs gözəl şeydir, müğənnin səsi olar. Elə bir gün uşaq, insan deyəndə danışan adamım sən gözün qabağına gəldi. Lal da insandır, ancaq biz onun səsini eşitmək istəyirik. İstəyirik o danışsın, ünsiyyət əsas insanlara məxsusdur da danışmaq. Ona görə bu günləri, bax, oxuyun mahnı. Qoyub üstünə oxu, yaxşı, gözəldir, səsindir. Sən bunu məni görməyin. Bax, mən misal üçün başlayaq rəhmətli Bülbüldən, Bülbül yaxşı ayrı oxuyan olub. Amma onun xal mahnıları oxuduğu vaxtlar da olub, gözəl mahnılar. Rəşid Bəhbudov yoxdur, Şövkət Ələkbərova yoxdur. Bəzən mən bu şeylə mən deyirlər ki, əvəz olunmaz adam yoxdur. Xeyr, var. Sənət aləmində əvəz olunmayan insanlar var. Bax, gəlin görək ki, gördüyümüz dünyasını dəyişənlər də var, Allah canını sağ eləsin, sağlar da var. Onların yerini dolduracaq adamlar gəlir. Xeyr. Gəlmir. Bu günləri hayküydü. 2-3 dənə mahnını yazdırır, gəlir, oxuyur filan. Yox, elə deyir. Var, yaxşı oxuyanlar var. Mən misal üçün müğənnilər var ki, doğrudan da qəşəng mahnılar oxuyurlar. Amma onlar da öyləri, biz nətərlərdən bilirlər ki, sənin mahnılarındır, hamısı Zeynəb xanımın belə ruhuna uyğundur. Deyirəm, çünki məni sövq elən o olub. Onun, bu təsəvvür edin ki, mahnını o boydan böyük müğənnidir. Təsəvvür biz mahnı üzərində işləyəndə mənim üzümə baxın. Ki, görsün mən razıyam ya, yoxu fikir ver ha. Hiss edib də o qədər həssas bir sənətkardır ki, hep sən deyən kimi oxuyursun. Bir anda hələ təzədə mahnı və belə bir şey. Mən misal üçün, sonra görüm, anlıqda mənə ürəkdən, müğənni ürəkdən dikan çıxartmasa, musiqi də elə deyək. Birinci mən misal üçün mahnı yazanda, əgər o mahnı mənim lirik mahnıdırsa, əgər mənim öz tükümü tərpətmirsə, o birisinin vezin olmayacaq. Mahnı oxumaq, boş-boş mahnı oxumaq lazım deyir. 2 kəlmə deyinə, mənim başa düşüm ki, sən nə demək istəyirsən də. İlqar Muradov mənim bir mahnını oxuyur, söhbət edir. Amma elə gözəl oxuyur. Məni sevməyirsən, sevmə əzizim, dünya mənə düşmən olursan, mən sənin eşqinlə hər zaman yandım, sən isə yandıran bir şam olursan, onsuz da qəlbimi yaralamısan, neyləyək qoy sən, neyləyin olsun, sevgisiz bir qəlbi, niyə yaşarım, mən köçüb gedərəm, peşman olarsam, belə bir şeydir. Yəni ki, Eşq olsun. onu mən qulansam da, ilk mahnım olub ki, yəni bu son illərin mahnısıdır, mən ağlamışam. Mən onu ağlamışam, o saatlarını ağlamışam. Mənə lazım deyil, var, gözəl müğənlər var ki, oxurlar, yazmışam mahnılarda, ürəyimdən dikan çıxardan da, Mətanət İskəndərli gözəl oxuyur. Mələkxan Məyyubova oxuyub, yaxşı oxuyub, Zöhrə Abdullayev oxuyub, Zümrüd Məmmədova, Kəmalə Rəhimli, yəni
nesilə, cavanlardan da ki, bax, cavanlardan bir dənə Elnarə Xəlil oxuyurlar. Rəngiz Allah verdi. Yəni, həmin ki, o dövrdə mənim mahnımı oxuyub, Ağabdaş Ağayev. Yəni, bunlar hamısı mənim mahnılarımı oxuyublar. Xoşbəxt bəstəkarsınız və Hüsniyə xanıma mən bir daha biz istəyirik ki, bayaqları qaçdı. Hüsniyə xanım, Nurlu əsl Azərbaycan xanımısınız. Mən bir daha qeyd eləmək istəyirəm ki, sizi tanıdığımıza görə biz çox şad olduq. Sənətkar, sənətçi, sənətdə olmaq, incəsənətdə olmaq bu o demək deyil ki, insan öz müəyyən o mənəvi dəyərlər ki var, ki onlar heç bir yerdə satılmır, onları itirməlidir. O çox əfsuslar olsun ki, əksər hallarda incəsənətdə olan insanlar o dəyərləri itirmək bahasına sənətdansı zirvələri fəth edirlər. Amma sizləri görəndə adam fəxr edir və özünü xoşhal, xoşbaxt hiss edir və çox danışmadan istəyirik ki, Rauf müəllimin repertuarından nəsə oxuyasınız. Könül vermezler şervatı, arkamda bir garip var. Könül vermezler şervatı, arkamda bir garip var. Bana bak, dalmaz böyle, dalmaz dünya. Dalmaz böyle, dalmaz dünya. Arkamda bir garip baktım. Dalmaz böyle, dalmaz dünya. Başımda bir sevda demir, ocağında hicran demir. Başımda var sevda demir, ocağında hicran demir. Ağlama yanıyor keremi, dalmaz böyle, dalmaz dünya. Dalmaz böyle, dalmaz dünya. Arkamda bir garip var. Dalmaz böyle, dalmaz dünya. Dünyanın bilinmez yaşlı, ben yükünü özümde. Dünyanın bilinmez yaşlı, ben yükünü özümde. Anamın gönül yaşına, Dalmaz böyle dalmaz dünya. anam gönül yaşına. Dalmaz böyle, dalmaz dünya. Başımda hoş sevda demir, Yüreğimde hicran demir.
olsun. Nə xoş halımızda ki, bu günləri qonaqlarımız vətənpərvər insanlardır. Və biz təbii ki, bacardığımız qədər çalışırıq ki, bizim qonaqlarımız. Çünki biz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və İctimai Nəzarət Koalisiyasının nəzdində çalışırıq. Bu cəmiyyət, bu qurum, bu təşkilat sözün əsl mənasında heç bir maddi marağı olmadan xalqa, vətənə, xalqa, torpağa və xalqın, torpağın, dövlətin maraqlarına xidmət edir. Və təbii ki, bu təşkilatın nəzdində yaradılan bütün layihələr, verilişlər o cümlədən bu amala xidmət edir. xalqımızı maarifləndirməyə. Bəli. Səb Şounun baş sponsoru Səb Təndir evidir. Əziz tamaşaçılarımız, Səb Təndir evindən toy və yas məclisləriniz üçün 5 nəfərlik çörəklər. Heç bir təndir evində yoxdur, kürə yerlərində olur çox vaxt tək nəfərlik çörəklər. Amma Səb Təndir evində analarımız, bacılarımız 5 nəfərlik məclislər üçün çörəklər, isti çörəklər bir gün qabaqcadan sifariş verirsiniz. 050-209 0497 nömrəsinin əlaqə saxlamaqla sifariş verə bilərsiniz. Bir gün əvvəl isti çörəklər, təndir kebabları, qazan yeməkləri, kənd təsərrüfatı məhsulları, nehrə yağı, şur, pendir və s. əziz tamaşaçılarımız sifariş verə bilərsiniz. Yumurtası başda olmaqla Səb Təndir ağız dadınızı bilir əziz tamaşaçılarımız. Hüseyin xanım, necə oldu ki siz bu müğənnilik sənətinə gəldiniz? Öz sinizdən gəldi, yoxsa yönləndirən oldu, sizi bu sənətə gətirən mi oldu? İstəyərdik bu barədə geniş danışasınız. Təbii ki, Rauf müəllim də istəsə... Daxil eləyərlər. Bəli. Birincisi, hər bir kəsə nə gəlir, Tanrıdan gəlir. Bəli. Allahdan gəlir. O olmasa, heç kəs heç nə yarada bilməz. Heç kəsin heç bir, necə deyim, talantı ola bilməz. Bəli, onun başlığı olmalıdır. Allah Taala onu bizə verir. Şeyin təməlini Allah Taala verir. Bəli, hər bir oradan gəlir. Ona görə də mən elə deyə bilmirəm, elə gözümü açandan elə bilmirəm ki, oxumuşam, evimizdə musiqi mənbəyi olur. Yəni, lap kiçik elimdə yadıma gəlir ki, mənim dayım vardı, tarda o vaxtı, indi yoxdurlar, siz bilərsiniz, Rauf müəllim, magnetofonlar vardı, lentlə olan magnetofonlar. Orada mənim dayım gözəl bir muğam oxuyurdu. Mən İngilizcə sözü 2 səfir lap yadımda qalıb. Deyir, həyat baxışasının bağbanı bizik. Yaprağı solmayan günlər bizimdir. İndiyəcən o mənim yadımdadır. Belə sonra qonaqlarımız gəlirdi. Yəni, mənim atam belə qulluq sahibi olub. Yəni, evimizdə qonaqlarımız çox olub. Həmişə qonaqlar gəlirdi. Qardaşım qarmon çalırdı. Qızım, haradasın, gəl. Bax, beləcə uşaqlıq illəri mənim gözəl xatirimdə qalıb. Və sonra məktəbdən gedirdim. Müxtəlif verilişlər olurdu. Rayon mediasında çağırışlara gedirdim. Yanıma gəlir ki, böyük bir salonda, Mədəniyyət Sarayında mən elə bir muğam oxuyurdum ki, yəni yaddaşında qalanlar əsasları deyirəm. Elə bir muğam oxuyurdum ki, hətta neçə yüksəkdə onun səsi eşidilərdi. Uzaq kəndlərdən gəlirdilər, çoban fəsonda, bax başlarında gəlirdi. Çıxırdı, qızım, kesinə də oxuduğum var da, onu bir də oxu da. Vətənə, xalqa aid olan sözləri daha çox sevirəm. Çünki indiki bu dəqiqə bizdə tələb olunur ki, bayağı mahnılar, bayağı sözlər, bilmirəm, kimə istəsin, mənə axır o qədər mənim marağım yoxdur. Və biricə çalışırıq hal-hazırda, bunun da sizin qonağınız, yəni verişlərə çağırırlar, bayağı verişlərlə mən onları etmirəm, orada özümü görmürəm. Əslində, yaradıcı insanlarla yaradıcı verişlər atırım. Çok sağ olun. Burada veriş olmuyor. Onun gələnlər özləri onu bayaqlaşdırır. Qonaqları seçib çağırırlar. İstəyəsən o verişi, o gələn adamlar özlərini bayaqlaşdırır. Verişi bayaq. Ona görə də o verişi aparıcılarına çox şans. Misal elə aparıcılar var ki, onlar istəyirlər ki, verişində o qədər düşük, süni, yalancı təbəssüm, yalancı haykülər. Onlar da ki, məntiqi gülüş olsun, məntiqi əyləncə olsun. Bir də ki, gələn adamlar özləri də bilməlidirlər də verişdə özləri necə aparmaq lazımdır, verişin xarakterini uyğun danışmaq. Onu necəmsə mahnı yazırsan, mən müəllimlərə deyirəm ki, sizin repertuarınızda bir
dənə vətənpərvərlik mahnısı mütləq olmalıdır. Bir lirik mahnı olur, bir dənə oynar mahnı olur və bir də sizin kommersiya xarakterli mahnınız olur, sizə toy gətirir. Yəni, heç kəsə gizli deyil ki, bizim müəllimlərimiz toy olması yazdılar, neyini evlərlər? Çünki burada elə bir show biznesimizin o dərəcədə inkişaf eləməyib ki, bunlar üçün bir gün ağlasın, kasetdən bunları qazansınlar, disklər qazansınlar. Onun misal üçün Türkiyədə onların çox gözəl ənəmələri var, heyif ki, bizə gəlib çatmayıb. Yəni, mən yaxın olduğu üçün bizim Türkiyəli mən misal çəkilir. Onun da bu günləri, misal, onlar baxırlar ki, elə mahnı var ki, oxuyurlar, onu bir çörək gətirir. Bunlardan qınamıram. Bunlar gedirlər, elə bir mahnı yazdırırlar ki, həmin mahnını tutuzurlar, belə deyək ki, musiqi dilindən. Tuturlar o mahnı bununla gəlir. Ama yaxşı mahnı oxuyur, yazıq o mahnı heç eləyə bilmir. Onunla qınamıram. Amma belə hamısı bütün öz sənəti o bayağı musiqilərin üzərində, bayağılıq üzərində qoysan, orada sənətdən söhbət gedə bilməz. Ona görə bu günlərin həmişə cavanlara tövsiyəm olur ki, oxuyun. Amma əsas yaxşıları oxuyun ki, onlar bir məktəbdir. Valla bizim oxal mahnılarımız var. Onların hər bir məktəbdir. Onları yaxşı oxusaz, özü baxın onları, indiki ifaçıları gör necə oxuyurlar. Sən orada nəfəsini qoy günə. Bunlar getirirlər mahnı, fırlatırlar oraya, parizə aranjırlar bunlar. O da alınmır. Buna heç olmasa birinci sətini doğru oxuyur. İkincisində öz nəfəsini qoydun orada. Amma ki, biz melodiyadan çıxmasın. Bayağıdan mən hesablaşan ətirə baxımda görəm ki, mahnıları melodiyasından çıxardırlar. Mənim qulağımda belə tək oldu. Sən bunun bəstəkarında ruhuna sən hörmətsizlik edirsən, və cəmaatına sən hörmətsizlik edirsən. Amma belə yazılır. Sən nə ixtiyarlı oldu deyib dəyişirsən? Olmaz, mümkün deyil. Toxunulmaz şeylər var ki, onlar da öz yerində qalmalıdır. Buraya misal üçün bir abisi oldu. Sana sözün qüvvəti oldu. Mənim belə çox eylərim ərazməyim. Gözəllik hər birimizin təbii ki, həyatına önünə yazılsın. Gözəllik ilahi bir neymətdir. Gözəlliyin əsl, məntiqi mənası nurdur. Nur Allahın ismidir. Bu isim, bu mübarəklik, bu saflıq bizim incəsənətimizdə bərqərar olsun, əvvəlki kimi, səhnələrimizdə bərqərar olsun. Mən çox arzu edirəm ki, biz həmçinin özümüz də sənətdə olduğumuz üçün mən arzu edirəm ki, bizim sənətdə olan insanlar Rauf mənim kimi və onun simasında əsl sənətkar olan bəstəkarlara və onların bəstələdiyi əsl sənət əsərlərinə müraciət eləsinlər. Bax, o zaman sənətkar olacaqlar. Səhnədə, verilişlərdə özlərinə titullar verməklə deyil, ad qoymaqla deyil. Xalq verir. O adı xalq verməlidir. Çalışıb xalqın sevgisini qazanmaq lazımdır. Xalqın dəyərlisi olmaq lazımdır. Və bunun üçünsə, bayaq qeyd elədiyim kimi, əsl sənət ifa etmək lazımdır. Və sənəti, səsi, istedadı olmayan insanlar isə xahiş edir ki, o meydanı tərk eləsinlər. Ki, boşaldın və əsl sənət adamları qalırlar papaq altında, qalırlar o meşələrdə, dağlarda, kəndlərdə, gəlib çıxa bilmirlər buralara. Bu günləri elə bir məqam yetişir ki, sənətdən başa çıxmayan sənə sənət öyrədir. Və sən ondan asılısan. Bu işi bilmir, sənə deyir ki, bu işi belə elə, amma özü bilmir, yazı gəlib. Ona görə bəzən, sadəcə elə bir şey olardı, səhv düşəndə yerimiz Allah Rabbilə rəhmət eləsin. Və o yerlərimizə səhv düşəndə biz birbirimizi qədrini bilməyəcəyik və yaxud da ki, sevgimiz hep, yalancı yox, mən səni çox istəyirəm. Mən Azərbaycan müziqisini çox istəyirəm. Ancaq görürsən ki, Azərbaycan müziqisine qulaq asım. Mən də muhammatı çox istəyirəm, yalan deyil, vəlla. Ben uşaq vaxtından sənətkarım, mən muham. Yəni, mən başım çıxmayın muham nə olan şey. Uşağım, ancaq bu ailədə el böyümüşəm ki, gün orta saatlarında muham verirdilər də, bir saat. Ben misal 2 dənə xanəndənin ifasının avazına, sözü anlamadan ağlamışam. Biri olur rəhmətlik, Allah işini rəhmət eləsin, Yağır Məmmədov, Sevgi oxuyur.
Kisələsəkdə. Bir də Qədir Üstavın Sona Bülbüllər. Avazını ağlamışam. Bilməmişəm, qanmırdım, uşaqdım da mən bilim nə deyir o. Burada o oyla deyil, ben sadəcə o oyla böyümüşəm. Çünki mənim üçün anam, Allah mənzir rəhmət etsin, mənim üçün layla çalır. Bugün layla çalan ana var. Bir dənə mənə göstərir ki, balasının beşiğinin başında dayanıb layla balam deyən var. O yoxdur, ona görə də bugünlər Azərbaycan musiqisinə sevənlərin sayı da az. Yaxşı əməlimlə abidə qurtarım. Hər kəsin qəlbində ucaldım ama Eşq olsun. o qədər dərdimi, cəfamı çəkdim, gözümün önündə qocaldım ana. Ömrünü caladın mənim ömrümə, özünü mən qədər sevmədin ana. Özün öz canından pay verdin mənə, ruhumda sen varsın. Ölmədin ana. Buyursun Hüsniye Hanım. İstərəm buna məni canana göndərim. İstərəm buna məni canana göndərim. Canım fədası olduğum bir cana göndərim. Dərdi eşq ilə oyanır indi şəmitək. Aman, ay aman, ay aman. Könülə zinadır, eşqə qadadır. Sevgiyə vidadır, yad xəyanət. Şeytana büsatdır, əl-xınadır, insan xislətinə yad xəyanət. Dərdi eşq ilə oyanır indi şəmitək. Mən könlümün ruşunu ona pərvanə göndərim. Ona pərvanə göndərim. Çoxdan gülümdən ayrı düşən dərdli bülbülüm. Çoxdan gülümdən ayrı düşən dərdli bülbülüm. Bir kimsə tapmadım, Gülistana göndərim. Gülistana göndərim. İnsanı özündən alır aparar, Səhid Mutabız. qəlbini köşündən qırar, qoparar. Payız mövsümündə sarı yarpaqlar yox edər, məhv edər, yaxar xəyanət. Dərd olar rəhmə saralmaz qura, gözlər başqa gözə baxandan sonra. Ürək hey çırpınar, vurar sağ sola, bağın yandıran od həyat. Rahim unutma həsrəti Yusuf hekayətin. Fikrimdə var, fikrimdə var. Bu şəhəri zindana göndərməm, aman, 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 aman.
Səb Show'nun baş sponsoru Səb Təndir evidir. Səb Təndir ağız dadınızı bilir. Əziz tamaşaçılarımız, Səb Təndirlər sifariş verə bilərsiniz. Xeyir və şər məclisləriniz üçün. Tək nəfərlik çörəklər, isti çörəklər bir gün qabaqcadan sifariş verə bilərsiniz. 050-209-0497 nömrəsini əlaqə saxlaya bilərsiniz. Əziz tamaşaçılarımız, təndir kebabları, birillər, ləvəngilər, təndir yeməkləri, piraşki, qutab və s. Tüm təsərrüfatı məhsulları sifariş verə bilərsiniz Səb Təndir evindən. Nehrə yağı, şor, pendir, yağ, otan pendir və s. əziz tamaşaçılarımız. Təbii ki, kənd çorbasının da kebab və eyni zamanda da bilir, hinduşka kebabı, qaz kebabı və s. təndir kebabları, kuzu bastırma, diri kuzu təndirdə sifariş verə bilərsiniz. Səb Təndir ağız dadınızı bilir. Seyidin könlündə yeri yok onun, eşqi iradəsi gətirər sonu. Nurun, hidayətin, ibadət yolun bir tək düşmənidir, şər xəyanət. Eşq olsa olun. Seyid Bey'in öz yazdığı şeyləri münasib etməlidir və kitabları da göz qabağındadır. Əziz qonaqlarımız, təşəkkür edirik sizlərə bizi verilişimizdə və istəyirik Seyid Bey'in kitablarından seçilmiş əsərlər və yuxu yozumları kitabı və eyni zamanda da bizim bir diskimizi müəllim sizə hədiyyə edirik. Siz sağ olun, çox sağ olun. Və bir dənə də yuxu yozumları kitabı Seyid Təbrizinin kitabı və seçilmiş əsərlər və eyni zamanda da Səb qrupunun bir diskini sizə buyurun, Hüseyin xanım, sizə təqdim edirik. Biz çox fəxr edirik sizin kimi cavanlarla. Çox Allah sağ bu olun. günləri mən yenə deyirəm, verişlərə çağırırlar, getmirdim, amma bugün çox mənə gözəl təsir edir. Bizim belə cavanlarımızın belə yaradıcı özdə söhbətləri, danışıqları, diksiyaları, danışıqları çox gözəl. Təbrik edirəm. Gözəl gününüz olsun, gözəl gününüz olsun. Murad mənim öz fikirlərini desin. Ben de size oğullar arzulayırım. Saçımları öpeceğim inşallah. Benim için çok maraqlıdır. Çünkü o var cavanlarımız var ki, onlar da güzel fikirli olurlar. Ama onlar birisini çıkarda bilirler ərsəyə gətirib. Ancaq mən bir nəsə eləyirəm ki, sən bunları ərsəyə çıxarda bilirsən, gətirib gəlib kimsən olur. Sevindirici haldır ki, uşaqlarımız, yəni sənin kimi cavanlarımız da o sözlərində fəlsəfi məna axtarırlar. Yəni boş cəfəng sözlərdən uzaq dururlar. Bu adamı çox sevindirir. Və ona görə də sizin kimi gəncləri görəndə bir yaşamağa dəyər. Yəni ki, hələ davam edir. Həyatımız davam edir. Yəni sökən etibarlı əllərdədir inşallah. Çox gözəl günlər və yenə də sizin televizyon. Uğurlar, yenə də uğurlar. Səsin işlərlərindən gəlsin. Çox sağ olun, Rauf müəllim. Biz sizə dərin təşəkkürümüzü bildiririk. Biz çox sağ olun deyirik. Var olun, əksiyi olmayın. Rauf Məmmədov, Hüseyin İsmailov. Buna görə çox sağ olun deyirik ki, siz əsl Azərbaycan incəsənətinin keşiyində əli qalxanlı qılıclı dayanmışsınız. Var olun. Çok sağ olun ki varsınız. Çok sağ olun ki geldiniz. Dərin təşəkkürümüzü bildiririk. Allah sizlere eksik eləməsin. Səb Təndir evinin ev sponsorluğu ilə siz Səb Show'ya baxdınız və qonaqlarımız da icazə verərlərsə biz Seyid Bey'in sözləri və musiqisi Seyid müəllimə aiddir, Dərvişə mahnısı. Əslində biz belə ifadə edirik mahnını, vicdanım dilə gəldi. Gönül gözümle, gören gözümle baktım. Aktım sonu bitmeyen
çeşmi gözümden aktı. Mən ədalət odumla yalan haramı yaktım. Mən gülə çiçək deyən haqqı sevən dərvişəm. Mən ruhumla cismimlə haqqı haq tək görənəm. Səbirlə muradıma geç tək ərənəm. Qanım hatəm qanımla vətəni tək ərənəm. Vicdanı ölməz olan özü ölən dərvişəm. Ruhumla cismimlə haqqı haq tək görənəm. Səbirlə muradıma geç tək ərənəm. Qanım hatəm qanımla vətəni tək ərənəm. Vicdanı ölməz olan özü ölən dərvişəm. Gülistanam içimdə, gül də var, alaq da var. Alağın kölgəsində məhv edən güllər də var. Başqa çiçəkdən doğan çiçəyə olmaram yar. Vəfasız görünsəm də sadiq olan dərvişəm. Gülistanam içimdə, gül də var, alaq da var. Alağı kölgesinde mehveden güller de var. Başka çiçeğden doğan çiçeğe olmarım yar. Vefasız görünsem de sadık olan dervişem. Ben ruhumla cismimle hakkı hak tek görənem. Səbirlə muradıma geç tək ərənəm. Qanım hatəm qanımla vətəni tək ərənəm. Vicdanı ölməz olan özü ölən dərvişəm. Ruhumla cismimlə haqqı hak tək görənəm. Səbirlə muradıma geç tək ərənəm. Qanım hatəm qanımla vətəni tək ərənəm. Vicdanı ölməz olan özü ölən dərvişəm. Cismimlə haqqı hak tək görənəm. Səbirlə muradıma geç tək ərənəm. Qanım hatəm qanımla vətəni tək ərənəm. Vicdanı ölməz olan özü ölən dərvişəm. Ruhumla cismimlə haqqı hak tək görənəm. Səbirlə muradıma geç tək ərənəm. Qanım hatəm qanımla vətəni tək ərənəm. Vicdanı ölməz olan özü ölən dərvişəm.